Zahir doktor, uşaqlarda böyrək xəstəlikləri nə qədər geniş yayılıb və valideynlər ümumiyyətlə bu riskdən xəbərdardırmı? Ümumiyyətlə uşaqlarda böyrək xəstəlikləri düşündüyümüzdən daha çox yayğındır. 10 uşaqdan birində mütləq ki, ya sidik yolu infeksiyası və yaxud başqa bir böyrək xəstəliyi mütləq rast gəlinir, aşkarlanır və bundan başqa 1 milyon uşaqda 80-120 sayda xronik böyrək xəstəliyi rast gəlinir. Bunun da səbəbi ondadır ki, aillər bəzən çox ciddi yanaşmırlar. Bəsit əlamətlərə sonradan ciddi problemlər yarada bilir. Məsələn, uşaqlıq vaxtından sidiyə tez-tez getmə, sidiyə gedərkən yanma, sidiyindən iyi gəlməsi, sidik qaçırmalar və s. bunlara vaxtında daha çox diqqət yetirsək və erkəndən xronik böyrək xəstəliklərinin qarşısını ala bilərik.